Şəhid Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qüdrətli sərkərdələri ilə 30 illik işğala 44 gündə son qoydu. Ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm qələbə eyni zamanda Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Respublikasında 2-ci Qarabağ müharibəsində qələbəli şərəfinə elan edilmiş bayramımız 4 günlük sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartar qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovlar və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edilmişdir. Ali Baş Komandanın İlham Əliyevin Zəfər gününün elan edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə qəbul edilir. Sənə zəfər yaraşır, bugün hisslərim yarışır, sevinclə qəhər qarışır, sən qalibsən Azərbaycan. Qış günündə üzə çiçək yatsıram, gecəmizə gün işimi saçdıram, yanğıları elavadan qaçıram, bu zəfərin mübarəkdir ey vətən. Saman kimi şey uçsuqca uçasan, torpağını ana kimi uzasan, qələbənlə qaf dağından uzasan, bu zəfərin mübarəkdir ey vətən. Zabitlərin gülüşündə, elvinlərin baxışında yatan vətən, qətrə-qətrə torpağına, damla-damla şəhid qanı hopan vətən, qəlpə-qəlpə yaralanan, hissə-hissə sarıqlanan, zərrə-zərrə bütövlənən kafirlərin caynağından sıyrıq-sıyrıq Xudayarlar ağzında dastanlara dönən vətən, elçinlərin nəfəsində kəsik-kəsik günən vətən, əhvalına yarı sevinc, yarı kədər qatan vətən, dəli-dəli ürəyində 30 illik arzusuna çatan vətən. Ordumuz sübut etdi əzəmətini, göstərdi düşmənə güc qüvvətini. Vətənin qeyrətli bu oğulları düşmən üzərində çaldı zəfəri. Döyüşdü cəbhədə gecə gündüzüm, vətəni xalqını qorudu gücüm. Yazdı təkcə ordum zəfərim, geriyə Aylar ötdü keçdi, nələr yaşadı xalqımız, qanlar axdı, canlar getdi, azad oldu torpağımız. Zəfər xəbəri gəldi, noyabrın 8-i, xalqımız çox sevindi, hey yaşa Azərbaycan. ver ulduza, müjdə ver aya, bu nə bir xəyaldır, nə də kiroya. Eşitsin kainat, eşitsin dünya, biz qalib ölkənin vətəndaşıyıq. Qələbəsində biz qələbə qazandıq, bu gün anım günüdür, qəhrəmanları andıq. 4 gündə düşmənə qəhrəmanlar çəkdi 30 il ayrı qaldıq, həsrət bitdi Qarabağ. Azdı şanlı ordumuz, zəfərlə taclandı milli ruhumuz. Özünə qayıtdı cənnət yurdumuz, artıq Qarabağın çiçəklənəcək, Azərbaycan zəfər günün mübarək. Sən övladı, dərs aldım tarixindən, düşmənlər anladı ki, biz qorxmuruq heç kimdən. Şücaətli ağalar bayraq sancdı hər yana, imza atdı ordumuz ən müqəddəs məqama. Ondan əzsənə can, hey yaşa Azərbaycan, zəfər günü mübarək, çox yaşa Azərbaycan. Vətən müharibəsində biz qələbə qazandıq, bu gün alım günüdür, qəhrəmanları aldıq. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə, şanlı tariximizdir. İndi azad Qarabağ günbə-gün abadlaşır. Mənim qədim torpağım sənə bu çox yaraşır. Şücaətli ağalar bayraq sancdı hər yana, imza atdı ordumuz ən müqəddəs məqama. Ondan əzsənə can, hey yaşa Azərbaycan, zəfər günü mübarək, çox yaşa Azərbaycan. Zəfər bizimdir bizim, qəlbimiz dönür dağa, yollar bizi aparır, gedirik Qarabağa. Vətən qarşıla bizi, xəyalad neymətindən, doymaq olur sənin gözəl məhəbbətindən. Alandı Qarabağda, bugün zəfər bayrağımız, heç vaxt yerdə qalmayacaq, axıdılan qanlarımız düşmənlərdən təmizləndi.
Dədə, baba torpağımız, canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun mübarizə, Qarabağ artıq azaddır. Məhv elədi düşmənləri, dastan yazdı şanlı ordu. Xocalda öldürülən hər can üçün hesab sordu. Baxın, görün, 30 ildə neçə on şəhid oldu. Cənnətdədir onlar bugün, şəhidlik ən ucaqdır. Deyin Polad Həşimova, Qarabağ artıq azaddır. Başımda durdu, durmadan özüme bir xeymə qurdum. Dumalı dağları başımda durdu, durmadan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü.